Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Ve sallallahu ala Resulillahil emin ve ala alihi tahirinel masumin. Ve la'nu daim ala a'daihim ecmain. Mübarək Ramazan ayıdır. Allah Teala'nın məğfirət, bağışlanma ayıdır. Və bildiyiniz kimi Həzrət Əli əleyhissalamın vəsiyyətnaməsini sizlərlə oxuyurduq və gəldik vəsiyyətnamənin daha bir mühüm məqamına çatdıq ki, dünənki söhbətimizdə müqəddimə xarakteri olaraq dilə nəzarət eləməyin nə qədər əhəmiyyətli bir iş olduğunu dedim və insanın aqibətinin, axirətinin dilin insan aqibətində nə qədər rolu olduğunu da Quran-ı Kərim ayələri və Əhl-i Beyt əleyhissalamın mübarək kəlamları ilə izahını qeyd elədim. Və gəldik çatdıq vəsiyyətnamənin bu hissəsinə ki, Həzrəti İmam Əli əleyhissalam, İmam Həsən və İmam Hüseyn əleyhissalama buyurur ki, və quləl haqq. Mənim övladlarım, sizə bütün ailəmə və bütün məktubum çatacaq insanlara tövsiyə eləyirəm, yalnız haqqı desinlər. Bu, günümüzdə ən çox müzakirə olunan məsələlərdən biridir. Bu günləri dünyanın hər bir nöqtəsində ən aktual məsələlərdən biri haqq-batil məsələsidir. Hamı haqqın tərəfdarı olduğunu deyir. Hamı haqq carçısıdır. Hamı kimsəni ittiham eləyəndə haqsız deyə ittiham eləyir. Bu haqq məsələsi tarixin bütün dövrlərində öz aktuallığın, əhəmiyyətin qoruyub saxlayan bir məsələdir. İlk növbədə biz bunu aydınlaşdırmalıyıq ki, haqq nədir? Hamı deyir, haqqı demək lazımdır. Hamı deyir, haqqın tərəfini tutmaq lazımdır. Hamı deyir, mən haqqam. Yaxşı, və bu haqq nədir? Bu haqqın meyarı varmı? Dünyada iki tərəf bir-biri ilə müharibə eləyəndə hər ikisi deyir, mən haqqam. İki küsülü hər ikisi deyir, mən düzəm, mən haqqam. Yaxşı, və bu haqqın tərifi nədir? Haqq nə deməkdir? Haqqın tərifində sadə formada ifadə eləsək, haqq bərabərdir reallıq. Haqqı deyən adam, yəni reallığı deyən adam. Məsələn, indi saat 2-yə işləyir 15 dəqiqə. 2-yə 15 dəqiqə işləyir, bir nəfər durur deyir ki, indi gecənin bir aləmidir, gecə yarısıdır. Bu adam haqsız danışır. Bu adam batil danışır. Niyə? Çünki reallığı demir də, gündüz günorta çağına deyir ki, gecədir. Amma bir adamdan deyirsən ki, indi nə vaxtıdır, deyəcək, günorta vaxtıdır. Günorta vaxtını dedi, artıq bu adam haqlıdır, haqqı dedi, doğrunu dedi, reallığı dedi. Diqqət edirsiniz, ən sadə, primitiv mən misalı deyirəm də. Ki, haqqın meyarı bərabərdir reallıq. Reallığı deyən adama deyirlər haqq. Hər sahədə belədir. Dini sahədə də, ictimai sahələrdə də. Reallıq nədirsə, doğru, düzgün olan nədirsə, onun deyirlər haqq. Onun bir adı da haqqdır. Ona görə Quran-ı Kərimdə ayə buyurur ki, insan şahidlik eləməlidir. Haqqı deməlidir, hətta öz əleyhinə olmuş olsa belə. Valideynlərinin, qohum-əqrəbasının da əleyhinə olmuş olsa belə, insan haqqı deməlidir. Reallığı deməlidir. Bugün əksər haqq davası aparan insanlar öz şəxsi mənfəətləri üçün haqqın sipər eləyirlər özlərinə. Özləri kimsənin haqqını tapdalayanda başlayırlar ona dini don geyindirməyə, ictimai don geyindirməyə, digər hansısa bir formada üstün örtməyə çalışırlar ki, yox, mən deyən düzdür. Amma haqq əhli doğru, düzgün nədirsə onu qəbul edir, hətta öz əleyhinə də olmuş olsa belə. Əmir əl-Müminin Əli əleyhissalatu vesselam haqqın carçısı idi, haqqın şəhidi idi. Ən yaxın adamlarına belə cəza verirdi. Yeri gələndə, cəzaya layiq olanda ən yaxınına cəza verirdi. Başqaları xoşuna gəlməyən yaxud kənar adamları dərhal cəzalandırırdı. Öz adamlarına gələndə isə onu gecişdirirdi, ona don geyindirməyə çalışırdı. Yəni, mövzu bu qədər mühümdür, bu qədər ciddidir və bu qədər incədir.
Hamı haqqı deyir, amma daha doğrusu haqqın hay-küyün salıbdır. Amma həqiqi haqq tərəfdarları çox azdır. Həqiqi haqqı tələb eləyənlər çox azdır. Hamı şəxsi mənfəəti üçün çalışır. Şəxsi mənfəətimi bərpa eləyim. Bunun üçün haqq çətiri lazımdır, onu tutaram işimin üstünə. Bu çox önəmli və mühüm məsələdir. Yaxşı, bildik haqqı demək mühümdür, vacibdir və zəruridir ki, Əli əleyhissalam da buyurur ki, mənim övladlarım, sizə tövsiyə eləyirəm, haqqı deyin, yəni reallığı deyin, olanı deyin, hətta öz əleyhünüzə də olsa, yaxınlarınızın da əleyhinə olsa, haqqı demək lazımdır. Amma necə demək lazımdır? Üslub necə olmalıdır? Ümumiyyətlə, dindarların əksəriyyətinin üslub problemi var. Bunların dinə dəvət metodları bəzən yanlış olur. Bizim dinə dəvət metodumuz yanlış olur. Quran-ı Kərimdə Allah insanları dəvət eləmək üçün buyurur ki, Ud'u ila səbili rabbikə bil hikmə vəl məv'izzətil həsənə. İnsanları hikmətlə Allahın dininə dəvət elə və gözəl məvizə ilə. Birinci gərək mənim dəvət elədiyim dəyərlərin hikmətini anladam. Başa salam bu nədir? Tanıtdıram, agahlıq üzündən gəlsin mənim sözümü qəbul eləsin. Kör-körənə lazım deyil. Yusuf surəsinin 108-ci ayəsidir zahirən. Bəli, buyurur ki, Qul hazihi səbili əd'u iləllah əla bəsirə. Buyurur ki, mənim peyğəmbərim de, bu mənim yolumdur. Və insanları Allah yoluna bəsirət üzərindən mən dəvət edirəm. Bəsirətli halda gəlsinlər Allah dininə. Bəsirətsiz dindarın dinə vurduğu ziyan, dinsizin dinə vurduğu ziyandan çoxdur. Tarixən peyğəmbərlər, imamlar, əhl-i-beyt tərəfdarları bəsirətsiz dindarların əziyyətini çəkiblər. Ona görə ilk növbədə haqqı deyən insan birinci üslubu bilməlidir. Haqqı kobudluqla yox, hikmətli formada, gözəl formada təqdim eləməlidir, təqdim eləyə bilməlidir. Tərəfin başa düşəcəyi formada haqqı demək lazımdır. Mənim qəbul elədiyim forma ola bilər, tərəfin qəbul eləmədiyi bir forma, üslub olsun. Quran-ı Kərimdə Ən'am surəsinin 76-78-ci ayələrində İbrahim peyğəmbərin müşriklərlə bir dialoqu keçir. İbrahim peyğəmbər bunlara deyir ki, ulduz mənim Rəbbimdir. Belə ki, ulduz batır, deyir, inni la uhibbul afilin. Mən batıb gedənləri sevmirəm. Bundan Allah olmaz. Ayı görür, deyir, ay mənim Rəbbimdir. Elə ki, ay batır, deyir ki, bundan da Allah olmaz. Günəşi görür, deyir ki, bu böyük Rəbbdir. Günəş batanda yenə də deyir, inni la uhibbul afilin. Mən batıb gedənləri sevmirəm. Bir Allah ki, əgər batıb gedəcək və insanlardan xəbərdar olmayacaq, o Allah Rəbliyə, ilahlığa layiq bir varlıq deyil. Ondan sonra deyir ki, mən sizin pərəstiş elədiklərinizin hamısından uzağam. Mən sizin bütlərə pərəstiş eləmirəm. Üzümü tuturam yerin göyün xaliqi, idarə edicisi olan Allahın tərəfinə. Görürsünüz, birincisi üslub mühümdür. Onların anlaya biləcəyi formada onlarla danışır. Onların başa düşəcəyi, qəbul eləyəcəyi formada onlarla danışır. Yaxud digər bir nümunə, yenə də Həzrət İbrahim peyğəmbərdən bütü sındırır, Kəbə evinin içərisində bütləri sındırır, baltanı asır böyük bütün çiynindən. Bunlar qayıdıb gəlirlər, görürlər, bütün bunların Allahları, bütləri hamısı sındırılıbdır. Gəlirlər, bunu kim eləyə bilər? Deyərlər ki, o cavan oğlan ancaq eləyə bilər, İbrahim eləyə bilər bunu. Gəlirlər, ya İbrahim, sən eləyibsən? Deyir ki, gedin böyük bütdən soruşun. Sizin Allahınız deyilmi? Gedin ondan soruşun, görün o nə deyirlər. Quran-ı Kərim buyurur, fərrəcəə ilə ənfusihim. Onlar özlərinə qayıtdılar. Bir anlıq nəfslərinə, vicdanları oyandı ki, bunların, ilahi bu danışa bilməz axı. Və İbrahim peyğəmbər istifadə edir. Madam özündən zərəri və xeyri uzaqlaşdıra bilməyən, zərəri uzaqlaşdırıb xeyri gətirə bilməyən bir varlığın nəyinə pərəstiş edirsiniz? Ondan ki, sizə Allah olmaz. Ondan ki, sizə Rəbb olmaz. Üslub çox önəmlidir. Demir, ay kafirlər, ay müşriklər, Allah sizə lənət eləsin. Bu nə işli görürsünüz? Bütəpərəstlik eləmək olmaz. Heç bir məsumun kəlamında ilkin formada bu forma gözə dəyməz ki, kim səni təhqir eləsin dini inancına görə. Əvvəl onu başa salır, aydınlaşdırır,
doğrunu, düzgünü bəsirət üzərindən deyir, ondan sonra digər mərhələlərə keçir. Ona görə çox mühüm məsələdir ki, insanları dinə dəvət eləyəndə gözəl üslubla dəvət eləmək lazımdır. Doğru, düzgün üslubla dəvət eləmək lazımdır. Biri gəlir İmam Sadiq əleyhissalamın yanına, deyir, ya binə Rəsulullah, filan günahın barəsində nə deyə bilərsən? Həzrət İmam əleyhissalam ona Allahın rəhmətindən o qədər danışır, adam durur gedir. Başqa biri gəlir, ya binə Rəsulullah, filan günah barəsində nə deyə bilərsən? Həmən əvvəlki adamın soruşduğu günahdan. Bu da Həzrət İmam başlayır ona Allahın qəzəbindən danışmağa, ilahi cəhənnəm odundan, əzablardan filan. Durur gedir, sahabələr soruşur ki, ya binə Rəsulullah, birincini Allahın rəhmətindən danışdın, ikincini Allahın qəzəbindən danışdın. Bu necə olur? Hansı bunun doğrudur, hansı düzgündür? İmam əleyhissalam buyurur, o ki Allahın rəhmətindən danışdım, o günahı artıq eləyib gəlmişdi mənim yanıma. Onu Allahın rəhmətindən məyus eləmək olmazdı. Onu anlattım, günahın çirkinliyin və yolun da çıxış yolu göstərdim ki, ged Allahın rəhmətinə yapış səni bağışlasın. İkinci gələn artıq günah eləmək istəyirdi. Ona görə Allahın qəzəbindən danışdım ki, getməsin günaha doğru. Üslub görün nə qədər önəmlidir. Düzdür, imam idi, müəyyən məsələlərdən xəbərdar idi. Bugün də bizdən sual soruşanları biz bilirik kim nə, hansı əməlin əhlidir. Ona uyğun şəkildə biz onunla danışmalıyıq. Biz günahkarınla ancaq əzab tonunda danışmamalıyıq. Ancaq onunla cəhənnəm odundan danışmamalıyıq. Allah Quran-ı Kərimdə günahkarlardan danışanda qul ya ibadiyəllezine əsrafu. De, ay mənim günahda israf eləyən bəndələrim, özünə zülm eləyən bəndələrim. Demir ay kafirlər, ay münafiqlər, ay müşriklər, mənim bəndələrim deyə ifadə edir. Doğru, düzgün üslub çox önəmlidir. Və necə eləyək? Bunun birinci yolu mülayim rəftardır. Haqqı deyəcəksən, haqq adətən reallığı tərəfə o zaman deyirsən ki, adam reallığı inkar edir. Reallığı ona qəbul elətdirməyin yolu ondan mülayim tərzdə danışmaqdır. Sözümün dəlili Quran-ı Kərimdə Həzrət Musa Peyğəmbərin Fironla cərəyanındadır. Taha surəsi 44-cü ayədə oxuyuruq ki, və qula lahu qavlən ləyyina. Peyğəmbərə buyurur Musa Peyğəmbərə, gedin onunla yumşaq tərzdə danışın, gözəl tərzdə danışın. Diyaloqa gedən adam, haqqı həqiqəti anlatmağa gedən adam haykü ilə, lənətlə, təhqirlə, təni ilə danışmaz. Mülayim şəkildə diyaloqun, müzakirənin şərti mülayimlikdir. Davaya getməyib ki, mülayim şəkildə deyir, onlarla danış. O Fironun üstünə göndərir, deyir, ənə rəbbukumul əla. Mənəm sizin uca Rəbbiz, məndən başqa ilah yoxdur. Məndən başqa Rəbbiz yoxdur. Buna deyir, get ondan yumşaq tərzdə rəftar elə. Üsluba baxın. İkincisi, Allah Bəni İsraildən əhd alır. Bəqərə surəsi 83-cü ayədə Allah əhdindən danışır. Neçə şeydir Bəni İsraildən əhd aldıq, biri də bu idi. Qulu linnası husna. İnsanlarla gözəl formada danışın. İnsanlar bir-birlərini öz təbirimizlə deyib, can deyib, can eşitsinlər. Bu ilahi əhddir. Allah əhd alanda belə istəyir insanlar, bir-birləri ilə mülayim olsunlar, bir-birləri ilə rəftarı gözəl olsun. İctimai rəftarın, ictimai birliyin amili tündlük deyil, kobudluq deyil, mehribanlıqdır, rəhmətdir. Allah Peyğəmbərindən danışanda buyurur, və ma ərsəlnəkə illə rəhmətən lil aləmin. Peyğəmbər səni aləmlərə rəhmət göndərdi. Başqa bir ayədə buyurur, əgər sən kobud olsaydın, əgər tünd olsaydın, bunlar hamısı sənin ətrafından danışardı. Sözün doğru olması kifayət deyil, doğru sözün hansı formada təqdim olunması önəmlidir. Doğru sözü elə formada deyərsən, adam inkar eləyər. Amma elə formada deyərsən, ən, elə deyək, onun üçün qırmızı xəttdə olan şeyi tapdalayar, deyər ki, sənin dediyin düzdür. Ona görə bu məsələdə diqqətli olmaq lazımdır. İlkin mərhələdə haqqı deməyin ilkin mərhələsi mülayim rəftardır. Bu günləri biz cəmiyyətdə, insanlar arasında, qohumlar arasında, dostlar arasında bu kafir deyil ki, bununla biz hərbidən danışaq ki, topu götür, qılıncı götür, başın kəsat o ayına. Danışdıqlarımız, problem yaşadıqlarımız, bunlar müsəlmanlardır, bunlar bir-birləri ilə gözəl şəkildə rəftar eləməlidirlər, gözəl şəkildə bir-birləri ilə danışmalıdırlar. Və elə olmamalıdır, haqqı deməyim nəticəsində
haqq əhlinin qəlbinə şübhə düşsün. Belə olmamalıdır, mən haqqı deyirəm deyə insanlar haqdan qaçsınlar. Bəzən də belə olur. İnsanları bəzən haqdan qaçırdanlar elə haqq deyənlərdir. Elə formada, elə üslubda, elə çirkin bir formada deyir ki, elə bir qeyzlə, elə aqressivliklə, elə tənəli sözlərlə deyir ki, adam elə bəribaşdan onu inkar edir. İnsan haqqı deməlidir. Amma haqqı dediyim halda düşmən ondan sui-istifadə eləməməlidir. Qurandan bir nümunə deyim. Taha surəsi 52-ci ayədə baxa bilərsiniz. Firon Musa peyğəmbərlə bütün istiqamətlərdə mübarizə aparır. Görür ki, məğlub olur və bütün variantlara da əl atır. Musa peyğəmbərə iman gətirən insanlara belə bir fikir onların zehninə yayır. Deyir, gedin Musadan soruşun. Madam deyirsən müşriklər cəhənnəm əhlidir, onda sizin ata-babalarınız hardadır? Məlum məqsədi budur ki, müşrikdirsə, Musa deyəcək cəhənnəmdə. Cəhənnəmdə olanda Firon deyəcək, sizin bu ata-babalarınızı cəhənnəmə göndərir, hələ siz gedib bunu müdafiə edirsiniz. Bu niyyətlə, bu məkirlə Firon Musanın yanına adam göndərir. Bu zaman ayə nazil olur. Qul ilm qalə, Musa aleyhissalam dedi, qalə ilmuha ində Rəbbi fi kitabin. Buyurur ki, o mənim Rəbbimin yanında olan bir elmdir ki, kitabda yazıb, lövh-i məhfuzda yazıb. O Allahlıqdır. Bir adam dünyasını dəyişib, dünyasını dəyişəndən sonraki məsələlər başqasına aidiyyəti yoxdur. Biz dünyasını dəyişənə qədərdən danışırıq. Düzdür müşrikdilər, düzdür müşrik cəhənnəm əhli olacaq. Amma doğru sözdən düşmən faydalanacaqsa, o doğru sözü demir Quran-ı Kərim. Əli əleyhissalamın haqqı qəsb olunanda Əbu Süfyan adam göndərdi. Biz Əliyə kömək oluruq ki, haqqın geri alsın. Əmr əleyhissalam buyurdu ki, sən haqqa kömək eləmirsən. Sən haqqın əzilməyinə daycada şərait yaradırsan. Sənin məqsədin mənə yardım deyil, İslamı zəiflədib aradan aparmaqda, ona görə sən mənə kömək təklif edirsən. Sənin köməyin mənə lazım deyil. Bizim Əhl-i-Beyt imamları haqqı deyiblər, hamısı haqq üzərində şəhid olublar. Amma haqqı doğru, düzgün ifadə eləyiblər. Yerində deyiblər haqqı. İmam Əlidən ki, danışırıq 25 il xanənişin oldu, haqqı deyirdi, üslubunca deyirdi, çəmli deyirdi, normal deyirdi. İmam Həsən Hakeza. İmam Hüseyin əleyhissalamın o da haqqı deyirdi. Hamı danışır ki, İmam Hüseyin əleyhissalam qiyam elədi, belə elədi. İmam Hüseynin qiyamın şərtləndirən Kufə cəmaatının dəvəti idi. Əgər Kufə cəmaatı İmam Hüseyin əleyhissalamı dəvət eləməsəydi, İmam ora getməyəcəkdi ki. Şərait yarandı deyə İmam Hüseyin əleyhissalam şəraitdən istifadə elədi. Kufə cəmaatının dəvətinə. Və onlar da axırda əhdlərin pozdular və imamın qətlində şərik oldular. Deməli, məsələ çox incədir, çox ciddidir. İnsan haqqı deməlidir. Əli əleyhissalam buyurur ki, sizə vəsiyyət eləyirəm, haqqı deyin, amma doğru, düzgün yollarla insan haqqı deməlidir. Bəzən elə deməlisən ki, tərəf inciməsin. Biz bəzən doğru sözü, haqqı deyirik, tərəfin şəxsiyyətini sındırırıq. Məsələn, müəllim sual verir, ariflərdən dərslərində olub, uşaq sual verir, tələbə sual verir müəllimə, müəllim görür ki, bu sualı səhv verdi. Deyir, yaxşı oğlum, qoy mən sualı hələ sənə verim, gör, belə demək istəyirsən, müəllim doğru sualı düzgün deyir. Tələbə görür ki, mən filan yerdə səhv eləmişəm, deyir, bəli ağa, siz deyən kimi istədim deyəm. Demir, bu nə sualdır sən mənə verirsən, sən kafirsən, sən öldürülməlisən, nə bilim, sən satılıbsan, sən nə bilim, nəsən. Yox, üslubun tapıbdır. Doğru, düzgün formada deyir. Ya bir adam, alimlərdən biri deyir ki, deyir, bir tələbə var idi, çox özündən deyən tələbə idi ki, mən beləyəm, mən beləyəm. Bir gün deyir, onun qabağına bir alim kitab qoydu. Bəzən insana həddin bildirmək lazımdır. Amma həddin bildirməyin də sərhəddi var, həddi var. Deyir, kitabı qoydu qabağına, baxdı ki, bilmir axı, bilmədiyi şey necə oxuyacaq. Deyir, baxdı, deyir, alim qayıtdı, dedi, balam, deyəsən kitab səndən danışmır. Sözə ifadəyə diqqət eləyin. Deyəsən kitab səndən danışmır. Demir savadsızsan, demir nadansan, demir niyə iddia eləyirsən. Deyir, kitab deyəsən səndən danışmır. Tərəflər başa düşür ki, o mənə nə dedi və mən ona nə dedim. Görürsünüz,
Düz deyir, amma düz sözü doğru yollarla çatdırmaq lazımdır. Doğru ünvana demək lazımdır sözü. Düz sözü yanlış yollarla demək olmaz. İnsan ailədə, cəmiyyətdə, uşaqlarla rəftarında diqqətli olmalıdır. Elə eləmək lazımdır ki, bizim əməlimizə görə kimlərsə dindən qaçmasın. Bizim bir sözümüz insanın kiminsə dindən qaçmasına səbəb olar, Allah yolundan sapmasına səbəb olar ki, onun acı aqibətinə biz də şərik olarıq. Bəs sözüm buradadır ki, Əmir əl-Müminin Əli əleyhissalam buyurur ki, mənim övladlarım sizə tövsiyə edirəm haqqı deyin, reallığı deyin. Öz əleyhünüzə də olsa, qohumlarınızın da əleyhinə olsa, reallıq nədirsə o olsun. Bu günümüzdə də çox xoşa gəlməz hallardan biri təlaqların, boşanmaların geniş artmasıdır. Bir boşanma işi düşür məhkəməyə, hakim sual verir. Deyir ki, ana, oğlanın anasına sual verir. De görüm, burada günahkar kimdir? Sənin gəlinin günahkardır, yoxsa oğlun günahkardır? Ana qalxır ayağa, deyir, möhtərəm hakim, mən dünyamı balalarıma qurban vermişəm. Amma axirətimi balalarıma qurban verənmərəm. Günahkar mənim oğlumdur. Mənim oğlum yola vermədi. Gəlinin günahı yoxdur. Görürsünüz, harada haqqı deyir. Necə deyir haqqı. Mənim oğlumdur. Mən oğlumu gəlinin ayağına verim. Belə şey yoxdur. Mümtəhinə surəsinin 8-ci ayəsinə baxa bilərsiniz. Orada Allah buyurur ki, sizlə vuruşmayan, Allah yolunda insanlara əziyyət yaşatmayan insanların barəsində ədalətli olmağı Allah qadağan eləməyibdir. Bir adam oğurluq eləyir, atır oğurluğun Yahudinin boynuna. İş gəlir Peyğəmbər əleyhissalam qəzavət eləyir, görür ki, oğru Yahudi deyil, müsəlmandır, amma bunun üstünə atıldı. Hökm verir, qərar verir ki, günahkar bu müsəlmandır, Yahudi deyil. Bəli, müsəlmanlar qalxırlar, o dövrün bəzi dar düşüncəli adamları Peyğəmbər öz səhabəsini bir Yahudiyə satdı. Ki, bizi zəlil elədi, filan elədi və əmədən ayə nazil olur. Axı sizlə vuruşmayan, dində sizlə problemi olmayan adamlara niyə ədalətsizlik olunsun? Niyə sən öz günahı, öz cinayəti başqasının üstünə atmalısan? Vicdanlı adam bunu eləməz ki. Bu baxımdan haqqı demək mühümdür, amma hansı formada demək çox mühümdür. Ondan da mühümdür. Və deyirlər ki, bəzən uşağa çayı verərsən, şirini verərsən, çayı da əlavə verərsən. Amma uşaq bəzən elə bir vəziyyəti olar ki, uşaq böyük fərq eləmir. Ayrıca verməzsən şirini, qəndi çayda həll eləyərsən, suda həll eləyib verərsən ona. Onun yerini seçmək lazımdır. Harda qəndi çaydan ayrı qoymaq lazımdır. Harda qəndi çayın içərisində həzm eləyib vermək lazımdır. Bunlar hər ikisi doğrudur. Hər ikisi düzgündür, amma doğru və düzgün yerində. Buna görə Əhl-i əleyhissalamın dualarında var ki, İlahi, bizə müvəffəqiyyət ver, nəyi, necə və harda eləməyi seçə bilək, ayırt eləyə bilək, bəsirətimiz olsun. Həmən o bəsirət insanın nəyi, necə və harda eləyə biləcəyini bilməsidir. Allah inşallah sizdə bizdə hər birimizi haqq əhlindən qərar versin. Allah inşallah əziz şəhidlərimiz, valideynlərimiz, müəllimlərimiz, haqqı boynumuzda olanların hamısını qərq-i rəhmət eləsin. Allah inşallah sizdə bizdə hər birimizi haqqı deyib, haqqı qəbul eləyən bəndələrindən qərar versin inşallah. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.